Salam, hörmətli şahidçilər. Deməli, biz bu günlərim 9-cu siniflər üçün növbəti sınavın izahına baxırıq. Deməli, burada birinci sualda bizə nə deyir? Bizə bax, belə bir deməli, şəkil verilibdir. Deməli, bura neçə dərəcədir? 140 dərəcədir. Bura x-dir, burada nədir? 70 dərəcədir, bizdən x istəyir. Mən demişdim ki, bu xətti belə uzatmaq lazımdır. Bura 70'dir, sonunda burada nədir? 70'dir. Və biz burada görürük ki, bax, bu üçbucağın xarici bucağı, bax, bu 140'dır. Biz də bilirik ki, üçbucağın xarici bucağı özünə qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Onda burada deməli 70'dir ki, 70'dən 70'in cəmi 140 edir. Bu da olur hansı bənd? A bəndi. Keçdik ikinci suala. İkinci sualda bizə nə deyir? Ədəd oxunda 11 ədədindən 13 vahid sağda yerləşən ədədin deməli 3 mislini tap. 11'dən 13 vahid məsafədə neçə yerləşir? 24 yerləşir. Bunda 3 misli 77. Bu da olur E bəndi. Üçüncüdə bizə nə deyir? Deyir ki, elə bir düzgün kəsir vermişdir ki, sürətinə hansı natural ədəd yazılsa, bu kəsir sonlanmış kəsir şəklində göstərmək olur. Aşağıdakılardan hansı bu kəsirin məxrəci ola bilər? Biz bilirik ki, sonlanmış kəsir alır. Kəsirlərdəki məxrəcindəki ədədlərin buruqları ancaq 2 və 5 olsun. O da baxıram ki, oradakı ədədlərdən ancaq bir dənə 32'ni biz məxrəc yaza bilərik. Çünki 32'dəki bax buruqlar hamısı 2'lərdən ibarətdir. O da olur hansı bənd? B bəndi. Dördüncüdə bizə nə verib? Dördüncüdə deməli necə edə bilərik? Dördüncüdə bizdən nə istəyir? Beta bucağını istəyir də, düzdür? Beta bucağını istəyir. Burada nə olur? Baxaq, görək burada necə edə bilərik? Bu şəkili çəksək, bura belə, bura 70'dir, düzdürmü? Bura 70 dərəcədir. Burada belə, bura 150 dərəcədir. Burada nədir? Betadır, düzdür? Betadır. Bizdən beta bucağını istəyir. Beta bərabərdir nəyə? Suala. İndi biz belə edək. Biz necə edək? Buradan, bura bir hündürlük çəksək. Hündürlük çəksək. Deməli, bura betadırsa, bura nədir? 180 çıxaq betadır. Düzdürmü? Bura 70'dirsə, onda bura neçə qalır? 20 qalır. Biz də belə bir şəkillərdə həmişə bilirik ki, bax, belə şəkildə. Bax, belə, bu şəkildə. Deməli, burada 150 həmişə, bax, bu içərdəkilərin cəminə bərabər olur. Yəni, o da deməli, bizə nəyə verir? Deməli, o da bizə verir 180, 20, 200, sonra da 90, 290 çıxaq beta bərabərdir nəyə? 150'yə. Oradan da beta neçə olur? 140 dərəcə olur. Bu da olur hansı bənd? Bu da olur D bəndi. Keçdik 5-ciyə. 5-cidə bizə deyir ki, bu ədədin 4'ə bölünməsindən alınan qalığı tap. 4'ə bölünmə son 2 rəqəm 4'ə bölünməsindən 4'ə bölünürsə ədəd özü də 4'ə bölünür. İndi baxırım ki, bax, burada birincidə 49'u 4'ə böləndə qalıq neçə qalır? 1. Vuraq. 43'ü isə 4'ə böləndə digər ədəddə son 2 rəqəm 43'dür. Qalıq neçə qalır? 3. 1'i 3'ə vuranda 3. 3'ün kubu üstə gələn neçədir? 6'dır. 1'i 3'ə vuranda 3. 3'ün kubu 27 üstdən də 6 gəndə 33. 33'ü də 4'ə böləndə qalıqda 1 qalır. Bu da olur B bəndi. Keçdik deməli 6-cıya. Bizə nə verib? 3 bölək kök altı 3 minus 2 kəsirin məxrəcində irrasionaldan azad elə. Bunu irrasionaldan azad eləməkdən ötürü sürətdə məxrəcdə öz qoşmasına vururuq. Sürəti də məxrəcdə öz qoşmasına vururuq. Bu bizə nəyi verir? Məxrəc mənfi 1 olur. Sürətdə 3 kök altı 3. Üstə gələn neçədə 6'dır. Bu da bizə nəyi verir? Mənfi 3 kök altı 3 çıxaq 6 olur. O da deməli olur hansı bənd? C bəndi olur. Sonra keçdik 7-ciyə. 7-cidə bizə nə deyir? Deyir ki, Elçin pulunun 25%'ni Orxana verərsə, Orxan pulu 50% artar. Əvvəlcə Elçinin pulunun Orxanın pulundan nisbətən tap. Deməli, burada kimdən söhbət gedir? Elçin və Orxandan. Elçin və Orxandan. Tutaq ki, Elçinin x manat pulu var idi. Orxanda y manat pulu var idi. Bizə nə deyir? Deyir, Elçin pulunun 25%'ni Orxana verirsə, 25%'ni yəni 0,25x'ini verir, onda 0,75x'i qalır. Bu isə olur 0,25x. Deyir ki, Orxanın pulu 50% artar. Bir y olanda Orxanın pulu o 100% idisə, indi y plus belə götürməyək də, belə götürməyək.
Hə, düz yazırıq, düz yazırıq. İndi y plus 0,25x isə 50% artır, yəni 150% olur da. Buradan da çarpaz vursaq, deməli nə olur? Burada belə edək də 100 vuraq, y plus 0,25x bərabərdir nəyə? 150 vuraq y-ə. Düzdür. Buradan 150 ilə 100 ixtisa gedir 2, 3. Bura basanda olur 2y plus 0,5x bərabərdir nəyə? 3y-ə. Buradan y-də bərabərdir nəyə? 0,5x-ə. Bizdən əvvəlki pulların nisbətini istəyir. Elçin pulunun özdə, yəni x-in y-ə nisbətini, Orxanın puluna nisbəti, Elçin pulu x idi. Orxanın da pulu y 0,5x-dir. Bu da bizə nəyi verir? 2 bölək 1-i verir. Bu da olur hansı bənd? Deməli B bəndi olur. Sonra keçdik buradan nəyə? 8-ci suala. 8-ci sualda bizə nə deyir? Deyir ki, 15 sinifində, bax 15 sinifində sinifdə 39 şagird oxuyur. Sinif neçə nəfərdir? 39. Şagirdlərin hər biri idman və ya musiqi üzrə hazırlığa gedir. İdmana gedənlərin sayı, musiqiyə gedənlərin sayından bax, idman, yazaq, idman, bir də musiqi. Musiqi. Deyir ki, idmana gedənlərin sayı, musiqiyə gedənlərin sayından 4 dəfə çoxdur. Musiqiyə x-dirsə, onun da burada 4x-dir. 6 nəfər isə hər ikisinə gedir. Hər ikisinə neçə nəfər? 6 nəfər. Aha, 6 nəfər gedir. Deyir, yalnız idmana gedənlərin sayını tap. Biz deməli, burada nə edirik? Biz belə edirik. Euler-Venn diaqramından bunu işləsək necə olar? Gəl baxaq, Euler-Venn diaqramından işləyək. Deməli, bax, bu idmana gedənlər olsun, idmana gedən. Bu isə nə olsun? Musiqiyə gedən. Musiqi. Aha. Deməli, burada 6-sı hər ikisinə gedir. Ümumi idmana gedən 4x idisə, onda belə deyək də, sırf idmana gedənlər 4x-6 olur, sırf musiqiyə gedənlər isə x-6 olur. Belə deyək də, bunların hamısında cəmliyə bərabərdir 39-a. Onda nə yazıram? 4x-6 üstəgəl 6 üstəgəl x-6 bərabərdir nəyə? 39-a. Bu 6'lar gedir 5x bərabərdir 45-ə. X də bərabərdir neçəyə? 9-a. Bizdən sırf idmana gedənlər istəyir, yəni 4x-6. O da edir 30. Bu da olur hansı bənd? Deməli B bəndi olur. Bu şəkildə. Keçdik 9-cu suala. 9-da bizə nə deyir? Deyir ki, A bucağını tapın. Bax, bura deyir ki, A-ın medianı 60 dərəcəli bucaq əmələ gətirir. Bircə dəqiqə. Bura deməli neçə dərəcədir? 60 dərəcədir. Bura 60-dırsa, paralelliyə görə uyğun bucaqlarda burada neçə dərəcə olur? 60 dərəcə. Bizdən hansı bucağı istəyir? Bucaq A-nı istəyir. Burada bax, bu tərəfə perpendikulərdirsə, bu tərəfə də perpendikulərdir. İndi bax, burada fikir ver. Burada bir düz bucaqlı üç bucaq yarandı. Balaca düz bucaqlı üç bucaq. İndi bura, bu iti bucağı 60-dırsa, onda digərinə də neçə qalır? Bax, burada 30 dərəcə. Çünki iti bucaqların cəmi 90 eləməlidir. Keçdik 10-cu suala. 10-cu sualda bizə nə deyir? M bərabərdir nəyə? 3,7-3-ə, düzdür. N nəyə bərabərdir? 3,4-də 7, o 3,9-da 7-dir. Sonra K isə bərabərdir nəyə? 8-də 27, o da 3,8-də 3-dür. Aha. Burada baxıram ki, hamısında tam hissələr nədir? 3-dür. Düzdür mü? Hamısında tam hissələr 3-dür. İndi biz burada necə edəcək? Bax, bu kəsir hissələri müqayisə edəcək. Burada nəyə baxırıq? Deməli, bunları belə eləyək də. Burada 7-də 3 ilə 8-də 3-ü müqayisə edəsək, ən böyüyü hansı olacaq? 7-də 3, yəni MK-dan böyük olur, düzdür. Sonra, deməli, 7-də 3 ilə 9-da 7-ni müqayisə edəsək, ən böyüyü neçə olur? Deməli, bunu əslində biz belə deyək, elə ən rahatı belə olacaqdır, ən rahatı bu üsuldur. Deməli, burada nə olur? 7-də 3 ilə 9-da 7 müqayisə edəndə ortaq məxrəc 63-dür. 9-3-ə deməli n m-dən böyük olacaq. Onda n m-dən böyükdürsə, onda n m-dən böyükdür və m də k-dan böyükdürsə, onda deməli n həm də k-dan böyükmüşdür. Onda bax bu şəkildə olacaq. M böyükdür m, o da böyükdür k. Bu da olur hansı bənd? A bəndi.
Keçdik 11-ci suala. 11-də A çoxluğunun elementləri 1, 3, 5, 7, 9-dur. Deyir ki, B-nin elementləri K-da və K-da 1 ilə 13 arasındadır. Bizdən A kəsişir B-nin element sayını istəyir. A ilə B-nin kəsişməsində hər ikisində olanı götürsün. O da A ilə B-nin kəsişməsində. Ki, B-də bilsən hansı elementlər olur? 1-dən 13-ə kimi ədədlər, amma 1 ilə 13 olmur da, belə deyək. O aralıqda olan ədədlər. O da A ilə B-nin kəsişməsi nə olacaq? Deməli olur 3, 5, 7, 9 olur. Bu da deməli neçəyə bərabərdir? 4-ə bərabərdir. Bu da olur hansı bənd? A bəndi. Keçdik 12 nömrəli sualı. Bizə deyir 6 kökatda 6-nın kəsir hissəsini tap. İlk öncə bunun tam hissəsini tapıram. Bunu necə tapıram? 6-nı içəri daxil edirəm. O da 36 olur. 36-nı da 6-ya vuranda 216. 216-dan da neçə çıxır? 216-ya da təqribən yaxın ədəd, belə deyək də, hansı ədədin kvadratı yaxındır? 14-dür. Ona görə bax, bunun tam hissəsi neçədir? 14-dür. Onda bunun kəsir hissəsini tapanda, ədədin özündən çıxırıq onun deməli tam hissəsini. Bu da olur hansı bənd? A bəndi olur. Keçdik 13-ə. 13-də bizə nə deyir? Uyğun tərəflər paralel olan bucaqların nisbəti 5-in 3-ədir. Bu bucaqların fərqini tapın. Uyğun tərəflər paralel olan bucaqlar ya eyni hallı olur, ya müxtəlif hallı. Bunlar müxtəlif hallıdır ki, bunların deməli nisbətləri fərqlidir. Onda 5K üstəgəl 3K bərabərdir 180-ə. Onda 8K bərabərdir neçəyə? 180-ə. Bizdən bunların fərqini istəyir. Yəni 5K çıxaq 3K-nı istəyir. Düzdür? Yəni bizdən nə istəyir? 2K-nı. Hər tərəfi 4-ə bölsəm, onda 2K-da bərabər olacaq neçəyə? 45-ə. O da olur hansı bənd? B bəndi olur. Bu da belə. Keçdik 14-də. 14-də bizə nə deyir? Deyir M və N ədədləri deməli qarşılıqlı sadə olarsa əkop MN bölük əbob MN istəyir. Qarşılıqlı sadə ədədlərlə kop elə olan hasildə əbob isə 1-dir. MN də 1-ə böləndə elə MN eləyir. Məsələn, bu da olur hansı bənd? E bəndi olur. Keçdik növbəti suala. Deməli 15-ci suala. 15-də bizə nə deyir? Deməli deyir aşağıdakılardan hansı rəhlənmiş hissəni ifadə edir. Bax, orada baxıram ki, A ilə B-nin deməli rəhlənib, amma C-nin o A ilə B-nin üstünə düşən hissələri A qalıb. C-ni elib ki, oradan ağarıbdır, o sirif çıxardıbdır. Biz öyrənmişdik ki, əgər A ilə B təmiz rəhləndirsə, onda A ilə B birləşibdir, düzdür? Və orada C-nin hansı hissəsi ki, o A ilə B-yə düşübdür, o hissəsi A qalsa, deməli C-nin ağarıbdır, çıxıbdır. O da olur hansı bənd? B bəndi olur. 16-da bizə nə deyir? Deyir 3-də 2, üstəgəl 60-da 5 kəsirini 10-luq kəsirdə ifadə edin. Burada nə olacaq? Bu ortaq məxrəc. Bunlar elə deməli 60-a deməli 60-dan 5, 5-ə ixtisar gedir. Burada qalır neçə? 1, burada qalır 12 olur. 3-də 2, üstəgəl 12-də 1. Bunlara ortaq məxrəc 12-dir. Bu olur 12-də 8, üstəgəl 12-də 1. Bu da bizə nə verir? Deməli verir bizə 12-də 9-u. Bunlar da 3-ə ixtisar gedir. Qalır 4-də 3. Bu da nə deməkdir? Çıltım %75 deməkdir. Vəssalam. Keçdik 17-ci suala. 17-də bizə nə deyir? Deyir ki, alfa bucağını tap. Bax, biz bunu belə bax, burada uzatsaq. Bax, bura 90-dırsa, onda burada neçədir? 90-dır. Belə deyək. Bax, bu 140-da, burada sanki bir M hərfi yaranıbdır. Bu 140 da nəyə bərabərdir? Bax, buradakı bu 90-dan bu alfanın cəminə, düzdür? Onda 140 bərabərdir. Alfa üstəgəl 90-a. Alfa da bərabərdir neçəyə? 50-yə. Sonra bizə 18-də nə deyir? Deyir 6 və 8 ədədlərin həndəsi ortasını tap. Həndəsi ortasını tapanda ədədləri kökün altında vuruluq bir-birinə. O da 48 edir. 48 də neçə deməkdir? 4 kök altda 3 deməkdir. Məsələn, cavab 4 kök altda 3-dür. Bizə deyir ki, 19-da verilmiş ədədlərdən neçəsi irrasionaldır? İrrasional ədədlər belə ki, kökdən təqribə çıxan ədədlərdir. Onda biri kök altda 2-dir. Biri də hansıdır? Pi-dir. Məsələn, bu 2 dənəsidir. Bunlardır. Sonra keçdik 20-yə. 20-də bizə nə deyir? Deyir, məhsuldarlığı, məsələn, məhsuldarlığı 25 tondan 30 tona qalxdı, məhsuldarlıq neçə faiz artdı? Bunu fərq bölək dandəndən işləyəcək. Aradakı fərq 5-dir və neçədən neçəyə qalxıb? 25-dən 25 tondan dandan yerinə 25 yazırıq, vuraq neçə? 100.
Bununla bu ixtisar getdi 1,5. 5 ilə də 100 ixtisar getdi 21. O da orada neçə? 20% deməli artıbdır. 21'e keçdik. 80 ədədinin cüt natural bölən sayını istəyir. 80 sadə vurğulara ayırıram. O da 2/4 vuraq 5'dir. Ümumi natural bölən sayını taparam. Bu olar 2'dən 4'dən ədəyən 4 üstə gəl 1. 5'dən də 1'dən ədəyən 1 üstə gəl 1. Bu deyirik 5 vuraq 2. Bu da bizə nəyi verir? 10'u verir. Bu da belə. 10 dənə ümumi natural bölən sayı var. Bizdən cüt istəyir deyə mən burada cütləri yox edərəm. Tək natural bölən sayını taparam. O da deməli təki taparam, en təki. Sonra ümumi natural bölən sayından da təki çıxaram. Orada da tək sadə vuruq 5'dir. Ondan da bir dənəli 1 üstə gəl 1. Bu deyilir 2. Ondan da 2'ni çıxaram. Neçə qalar? 8. Deməli 80 ədədin cüt natural bölənlərin sayı neçə dənədir? 8'dən. Keçdik buradan 22 nömrəli suala. 22'də 1'in üstünə 8'də 1 gəndə 8'də 9. 1'dən 8'də 2 çıxanda isə neçə qalır? 8'də 6. 1'in üstünə 8'də 3 gəndə 8'də 11. 1'dən deməli 8'də 4'ü çıxanda qalır 8'də 4. Və bu qayda ilə gedir. Axırıncı isə 8'də neçə olur? 31. İfadəsini deyir qiymətini tap. Burada necə edərik? Burada baxaq görək. Burada bizə deyir ki, burada. Bax bu necə olur? Bax bu heç bunu ehtiyaclıyor hesaplamaq. Şifahi bir sualdır. Bu 1 üstə gəl 8'də 1'dir. Sonra görsən burada 8'də 3 olur. Yəni burada üstünə gəldiyi ədədlərdə artıra gedir. Amma burada fikir verir, gah 8'də 2 çıxıb, gah 8'də 4 çıxıb, gah 8'də 6 çıxacaq o nöqtələ, gah da 8'də 8, 1'dən çıxacaq elə 8'də 8'i. 1'dən də 8'də 8 çıxanda 0 qalır. Ortadakı vuruqlardan biri 0'dırsa, hasildə onda nədir? 0'dır. Onda cavab deməli 0 olur. Deyir, televizorun qiyməti 20% bahalaşdıqdan sonra yeni qiymət yenidən 20% artdı. Televizorun əvvəlki qiyməti neçə faiz artdı? Belə deyək, tutaq ki, əvvəlcə 100 idi. 20% bahalaşıbdırsa, yəni 20 bahalaşıb, o da olub 120. Təzədən 20% də artıb. Onda 120'nin 20% nə edir? 120'yi 20'yə vurub 100'ə bölünəm. Sıfıra gedir, edir neçə? Bu da 24. Yəni 120 də 24 artıb, 144 olub. Deyir, televizorun əvvəlki qiyməti neçə faiz artdı? 100 idi, indi 144 olub, onda 44% artıb. Vəssalam. Keçdik buradan nəyə? 24'ə. Biz görürük ki, 24'də kök altı ifadə, modul ifadələrin cəmi 0'a bərabərdir və bizdən b üstə gəl x minus y istəyir. Deməli, biz bilirik ki, kök altıdır, moduldur. O vaxt olan cəmi 0 edir ki, onların hər biri özü ayrılıqda 0'a bərabərdir. Onda kök altıda 3 minus y bərabər 0'a, y bərabərdir 3'ə. Sonra x minus 3 bərabərdir 0'a, x bərabərdir neçəyə 3'ə. Demək 2b plus 8 bərabərdir 0'a, 2b bərabərdir mənfi 8'ə, b də bərabərdir nəyə? Mənfi 4'ə. İndi biz də gətir burada yerinə yazanda mənfi 4 üstə gəl 3, çıxaq 3. Bunlar 3'lər gedir, qalır neçə? Mənfi 4. Vəssalam. 25-ci suala baxaq. 25'də bizə nə deyir? X 0'dan böyükdür, düzdür. Amma y 0'dan nədir? Kiçikdir. Bizdən nə istəyir? X minus y, çıxaq 2 y çıxaq x, üstə gəl y minus 2x. Bax burada, deməli, bax burada bu modulun içi müsbət olur. Ona görə olduğu kimi açırıq x minus y. Çünki x müsbət ədəddir, y mənfi. Burada isə mənfi olur deyə mənfidən müsbəti çıxanda mənfi edir. Ona görə yerləri dəyişir, x minus 2y açılacaq. Amma bu çıxmaya görə üstə gəl 2y olur. Burada da yenə modulun içi mənfidir deyə moduldan da müsbət çıxır da yerlərini dəyişdiririk. 2x minus y olacaq. Burada nə olur? X-in x gedir. Bu y-lərdə bax bu 2y aparır. Bizə də nə qalır? 2x. Vəssalam, sağ olun.